Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənistan seçim qarşısında Putin nə istəyir? Pezeşkiyanla bağlı müəmmalı xəbər. İranda nə baş verir? Köçəryanla Türkiyə ilə bağlı şok iddia. Paşinyan nə edir? Ermənistan baş naziri Azərbaycanla bağlı məqsədini açıqladı. Ermənistan Avrasiya İqtisadi Birliyində qalmaqda davam edəcəyini bəyan etsə də, Moskva Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında seçim et israrından əl çəkmir. Putin iki ittifaqdan birini seçməklə bağlı referendum təklifini Avrasiya İqtisadi Birliyinin Astana sammitində də gündəmə gətirdi və 4 ölkənin Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanın birgə çağırışına nail oldu. Paşinyan isə referendum təklifini rədd edib və Avrasiya İqtisadi Birliyində qalacaqlarını bildirib. Siyasi şərhçi Asif Nərimanlı deyir ki, İrəvanın Brüsselə yaxınlaşmaq siyasətinə rəğmən Avropa İttifaqına üzvlük məsələsi uzunmüddətli prosesdir. Hətta Gürcüstan, Moldova, Ukrayna təcrübəsi yekunda qəbul edilib-edilməməsini belə sual altına salır. Bunu Moskvada da anlayırlar. Hərçənd Rusiyanın məhz seçkidən öncə seçim tələbində israr etməsi konkret hədəfə hesablanıb. Birincisi, Ermənistan hakimiyyətini Avropa İttifaqı ilə yaxınlaşma siyasətinə dair Brüsseldə şübhələrə yol aça biləcək mövqe sərgiləməyə məcbur etməkdir. Paşinyanın son açıqlaması əslində bu prosesin nəticəsi idi. Lakin erməni baş nazir İrəvan Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi arasında seçimin qaçılmaz olacağı nöqtəyə qədər işləyir və işləməyə davam edəcək deməklə həm Brüsselə inteqrasiya istəyi davam edir mesajını verdi, həm də Avrasiya İqtisadi Birliyində qalacaqlarını açıqladı. Moskva üçün bu qənaətbəxş deyil və aydındır ki, seçim tələbini gündəmdə saxlayacaqlar. İkincisi, Rusiya erməni ictimai rəyinə Avrasiya İqtisadi Birliyindən uzaqlaşan Paşinyanın yenidən seçilməsi iqtisadi itkilər deməkdir mesajını çatdırır və bununla seçicilərin mövqeyinə təsir etməyə çalışır. Ermənistan məhsullarının idxalına qoyulan qadağalarla bunu praktik olaraq göstərir. Eyni zamanda qaz qiyməti, erməni miqrantlara olan güzəştlərin ləğv edilməsi kimi xəbərdarlıqlarla gələcək problemləri təqdim edir. Bu, Rusiyanın Ermənistan üzərində ən təsir edici rıçağını işə salması deməkdir. Çünki İrəvan Avropalı tərəfdaşlarının köməyi ilə Moskvanın hərbi təhlükəsizlik və siyasi dəstəyinə alternativ tapsa da, iqtisadi sferada bu qeyri-mümkündür. Ən azı müəyyən dövrə Azərbaycanla yekun sülh sazişinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxış əldə edənə qədər. Moskva məhz indi iqtisadi rıçaqlarını istifadə etməklə Ermənistandakı mövqeylərinin perspektivini təmin etməyə çalışır. Seçki gününə qədər bu həftə ərzində Rusiyanın bu istiqamətdə praktiki addımları genişlənə bilər. Məsud Pezeşkiyanın Sepahın ölkəyə tam nəzarəti ələ keçirməsi səbəbindən dini liderə istefa ərizəsi təqdim etdiyinə dair məlumat rəsmi şəkildə təksib edilsə də, İrandakı mövcud vəziyyət fonunda bunun baş verdiyi ehtimalı yüksəkdir. Əli Xameyninin öldürülməsindən sonra İran idarəetməsi böhranla üzləşib. Xüsusilə Sepahın bütün sferalarda qərarverici səlahiyyəti de facto ələ alması ziddiyyətləri dərinləşdirir. Bunu sızan məlumatlar və açıqlamalardan görmək mümkündür. Bu ziddiyyətlərin ortasında Pezeşkiyanın qalması da səbəbsiz deyil və məsələ təkcə onun daxili və xarici siyasətdə praqmatizmə yaxın loyal yanaşmasının radikal xətlə kəsişməsi deyil, ümumiyyətlə prezident postunda olmasıdır. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Pezeşkiyanın prezidentlik yolunun açılması Əli Xameyninin planı idi. Azərbaycanlıların dəstəyini qazanmaq və etnik qruplara mərkəzi hakimiyyətə yüksəlmək imkanını göstərmək, daxili qarşıdurmada mühafizəkarlara ağanın kim olduğu dərsini vermək. Radikal xətt Pezeşkiyanı əvvəldən süngü ilə qarşılayırdı. Onun Xameyninin sağlığında istefa vermək istəyi də
bundan qaynaqlanırdı. Lakin keçmiş dini liderin dövründə Pezeşkiyana Sepahla mübarizə imkanları tanınsa da, indi vəziyyət daha mürəkkəbdir. Yeni dini lider faktiki olaraq yoxa çıxıb. Məlumatlara görə müştəba təlimatlarını kuryerlər vasitəsilə çatdırır. Bu, həm siyasi, hərbi və sosial-iqtisadi sferada qərar vermə mexanizmini axsadır, həm də dini liderin idarəetmədə iştirakını sual altına salır. Müştəbanı dini lider postuna gətirən Sepahın ölkəyə tam nəzarəti ələ almasına şərait yaradan məqamlardan biri də budur. Keşikçilərin daha öncədən planlaşdırdıqları post Xameyni dövründə nəzarəti tam ələ keçirmək prosesi müharibənin başlaması ilə sürətləndi. Bu vəziyyətdə işləmək Pezeşkiyan üçün çətindir. İstisna deyil ki, Pezeşkiyanın istefa ərizəsi hesablanmış addımdır. Müharibə şəraitində prezidentin gedişi daxili qarşıdurma yaratması baxımından sərfəli deyil və o Sepahın müdaxiləsini azaltmaq üçün istefa kartının işləyə biləcəyini düşünür. Lakin İran daxilindəki vəziyyət fonunda buna nail olmaq perspektivləri zəifdir. Sepahın təsirini azaldacaq, hakimiyyət bölgüsünə idarə edəcək lideri güc görünmür. Keşikçilər müharibənin yaratdığı nəzarət imkanlarını genişləndirmək istəyir. Mövcud şərtlərlə daxili çatları örtbasdır etmək üçün Pezeşkiyanı istefa məsələsini təxirə salmağa və səlahiyyətlərindən istifadədə reallıqla barışmağa məcbur edəcəklər. Hərçənd ziddiyyətlərin kəskinləşəcəyi, Azərbaycanlı prezidentin postunu vaxtından əvvəl tərk edəcəyi ehtimalı getdikcə artır. ABŞ ilə atəşkəs və müharibə arasında qeyri-müəyyən vəziyyət də İranda daxili ziddiyyətləri idarəetmə uğrundakı mübarizəni kəskinləşdirəcək. Mübarizənin qalibi Sepahdır. Lakin o da aydındır ki, keşikçilərin tam nəzarət etdiyi İranın radikal xətti ön plana çıxacaq və bu təkcə ölkənin yox, bütün regionun təhlükəsizliyinə risklər vəd edir. Paşinyan Ankaranı razı salmaq üçün Ermənistan-Türkiyə münasibətlərinin tarixini yenidən yazmağa çalışır. Bu barədə Ermənistan blokunun lideri Robert Köçəryan Rusiyanın RBC kanalına müsahibəsində deyib. Onun sözlərinə görə Ermənistanın əvvəlki liderlərindən heç biri Türkiyə ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün erməni soyqırımının tanınmasından imtinanı şərt kimi qəbul etməyib. Paşinyan isə daha da irəli gedərək tarixi hadisələrə yanaşmanı yenidən nəzərdən keçirməyə başlayıb. O, tarixi yenidən yazmağa çalışır və artıq bunu edir. Robert Köçəryan iddia edib ki, Ermənistan hakimiyyəti ölkənin Avropa İttifaqına daxil olmasının qeyri-real olduğundan xəbərdardır. Əslində məqsədi Türkiyənin regiondakı təsirini gücləndirməkdir. Söhbət Avropa İttifaqına qoşulmaqdan getmir. Məsələ Rusiyanın regional təsirini Türkiyənin təsiri ilə əvəz etməkdir. O iddia edib. Balanslı siyasətə nail olmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üzərində fəaliyyətləri davam etdirəcəyik. Teleqraf xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. Bugün Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün ciddi şəkildə çalışırıq. Əminəm ki, bu məqsədə çatacağıq. Bu deməkdir ki, balanslaşdırılmış xarici siyasət Ermənistan üçün yeni imkanların yaranmasına gətirib çıxaracaq. Bu da fərqli səviyyəli dövlətin yaradılması deməkdir. Paşinyan bildirib.